təmsil edir. Hər iki idmançı artıq alçadadır. Emin Əzizov böyüklər arasında 66 kiloqram çəki dərəcəsində Avropa çempionatında bürünc medal qazanıb 2008-ci ildə. 2007-ci ildə isə 5-ci nəticə göstərmişdi. Azərbaycan çempionatında 74 kiloqram çəki dərəcəsində iştirak edib Emin Əzizov 2010-cu ildə və bürünc medal qazanıb. İlkin mərhələdə Emin Əzizov Elxan Salamovu üstələmişdi. Ruslan Dibirqacıyev isə Ramil Nəsirovu ilkin mərhələdə mübarizədən kənarlaşdırmışdı. İlk xalı Dibirqacıyev qazanır 1-0. Emin Əzizov üçün son 20 saniyə. Və daha bir xal Ruslan Dibirqacıyevin aktivində 2-0. İlk hissənin qalibi Ruslan Dibirqacıyevdir. Kimlərdir? Əməkdar məşqçilər. Sanki qırmızı geyimli idmançılar qara zolağa düşüb final görüşlərində. Daha bir xal ikinci hissədə Dibirqacıyevin aktivində. 13 saniyə qalıb ikinci hissənin bitiminə və nə baş verdi? 2 xal qazandı Əzizov. Emin Əzizov hissənin sonlarında 2 xal qazandı. 2-1 öndədir və ikinci hissə yekunlaşır. Əzizov ikinci hissənin qalibi oldu. Bu isə deməkdir ki, qalib əlavə hissədə müəyyənləşəcək. Əlavə hissədə də qalib müəyyənləşmədi. Və indi püş atılacaq. Püş atılacaq. Şişə qapdan görək hansı rəng çıxacaq. Emin Əzizov çıxardır. Şişə qapdan. Və hansı rəng? Qırmızı. Qırmızı rəng. Bu isə deməkdir ki, Emin Əzizov xal qazanmağa çalışacaq. Çətin vəziyyətdədir Ruslan Dibirqacıyev. Emin Əzizov, 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 Əzizov Azərbaycan çempionudur, hörmətli tamaşaçılar. Emin Əzizov Azərbaycan çempionudur. Təbrik edirik idmançını. Üstünlüyü əldən vermədi.